öz kontaktlarımı istifadə edərək çalışırdım ki, hakim ailəyə yaxın insanlara çıxım və əlaqə yaradım ki, yəni bir vasitə kimi, yəni bu pul mənə çatdırılsın və deməli onlarla münasibət qurum. Və təxminən ayın 18-i mən deməli Cavid Qurbanovla əlaqə yaratmağa nail oldum. Cavid Qurbanovla biz Telegram messenjeri ilə əlaqə qurduq, orada danışıqlar apardıq. Mən Cavid Qurbanova şərtimi səsləndirdim. Dedim ki, mən 10 milyon avro tələb etmək istəyirdim, ancaq deməli fikrimi dəyişdim və bu iş tez olsun deyə mən 5 milyon avro tələb elədim. Salam Cavid bəy. Ötürər mənə sumkanı ya balaca çamadan olacaq da, orada nədir ki o onun 500-likləri də var, olur onun. Onun kompakt düzəltmək olar. Hə. Və o məbləğ orada olmalıdır. Yəni 5, mən yazdığım kimi 5. Ondan aşağı olmamalıdır.